Salam dostlar, bugün mən sizə tamamilə yeni Honor X9D smartfonunu təqdim edəcəm. Bu smartfon düşməyə, suya və toza davamlılığından savayı çox güclü daxili parametrlərə və çox ecazkar xarici dizayna malikdir. Gəlin bu smartfonla daha yaxından tanış olaq. Ən çox verilən sualdır ki, doğrudan bu smartfon həqiqətən nə qədər dözümlüdür? Əslində Honor X9D IP69K, IP68 və SGS 3 qat premium davamlılıq sertifikatına malikdir. Bu o deməkdir ki, bu smartfon toza və suya qarşı tam qorunur, 1.5 metr dərinlikdə 30 dəqiqəyə qədər problemsiz çəkiliş edə bilir və 2.5 metrdən düşməyə davamlı struktura malikdir. Honor'un yeni anti-drop texnologiyası ekran və çərçivəni 360 dərəcə qoruyur. Yəni təsadüfi düşmələr bu cihaz üçün artıq problem deyil. Zərbəyə dözdü, indi isə gəlin bu smartfonun enerji və avtonomluğuna baxaq. Bu smartfonlar 8300 mAh silikon karbon batareya sahibdir ki, bu ümumiyyətlə Honor tarixində ən böyük batareya deməkdir. Yeri gəlmişkən, Honor Supercharge şarj aləti ilə bu smartfonu yarım saata 60% doldurmaq olar. Əgər tam da olsa, 3 gün rahatlıqla istifadə edə bilərsiniz. Ən maraqlısı odur ki, bu batareya -30 dərəcə Celsius ilə 55 dərəcə Celsius arasında da stabil çalışır və 7.5 Watt simli reverse charging funksiyası ilə digər cihazları da şarj edə bilir. İlk baxışda diqqəti çəkən məhz ekranın keyfiyyətidir. Burada bizi 6.79 düymlük AMOLED ekran, 1.5K çözünürlük, 120 Hz yenileme sürəti və 6000 nit parlaqlıq səviyyəsidir. Yəni günəş altında belə ekran tam aydın görünür. Əlavə olaraq AI Defocus Display texnologiyası ilə süni intellekt sayəsində gözlərə düşən mavi işığı azaldır və oxuma zamanı göz yorğunluğumuzu minimuma endirir. Bu smartfonların daxilində bizi Snapdragon 6 Gen 4 prosesoru qarşılayır. Bu 4 nanometrli texnologiya ilə hazırlanmış həm enerji baxımından qənaətli, həm də performanslı chipsetdir. Bir çox aktual oyunlar HDR plus 60 FPS performans təmin edir. Yeri gəlmişkən chipset birbaşa PUBG oyunu üçün ideal qurulub. PUBG sevənlər üçün bu çox yaxşı xəbərdir. Bu smartfonun 2 yaddaş variantı var. 8 GB RAM, 256 GB daxili yaddaş və yaxud da ki 12 GB RAM, 512 GB daxili yaddaş. Yeri gəlmişkən Honor RAM Turbo texnologiyası ilə virtual RAM yaddaşını artırmaq mümkündür. İndi isə gəldik mənim ən sevdiyim hissəyə, kameralara. Burada bizi 108 megapikselli əsas, 5 megapikselli ultra geniş kamera və 16 megapikselli selfie kamerası gözləyir. Kamera həm OIS, həm də ki AIS stabilizasiya sisteminə malikdir. Bu hərəkətli çəkimlərdə sabit görüntü təqdim edir. AI pozan funksiyası ilə şəkildən istənməyən obyektləri silmək, AI Outpainting ilə şəkili kənarlardan genişləndirmək mümkündür. Burada ən maraqlısı sualtı foto və video çəkilişdir. Çünki IP69K sertifikatı sayəsində 1.5 metr dərinlikdə bu smartfonla həm video, həm də şəkillərinizi rahatlıqla çəkə bilərsiniz. Bu smartfonlar bizi təkcə xarici və daxili parametrlərlə deyil, həmçində yenilənmiş süni intellekt alətlərlə də sevindirir. Misal üçün AI Note sayəsində biz istənilən bir mətni tanıya, hətta tərcümə belə edə bilərik. AI kamera aləti ilə isə səhnəni tanıyır və uyğun ekspozisiyanı belə seçmək mümkündür. Magic Portal 2.0 sayəsində sadəcə çəkdiyin dairə ilə Google Search və ya Translate kimi funksiyaları birbaşa işə salır. Anladığınız kimi Honor X9D orta segmentdə flagman keyfiyyətini təqdim edən həm texnoloji, həm də praktiki cihazdır. Əgər bu smartfonu əldə etmək istəyirsinizsə, o zaman Elşadın istənilən mağazalarında, veb-sayt və mobil tətbiq vasitəsilə əldə edə bilərsiniz. Əgər hər hansı bir sualınız yaransa, bu videonun şərh bölməsinə qeyd edin və yaxud da ki +0171 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun dostlar.